əhd həqiqətinin dəyəri başlığı ilə gəlin şənbə gününün, Pasxa bayramının və bugün keçirdiyimiz müxtəlif bayramların səmavi padşahlıqda nə qədər qiymətli və dəyərli olacağı barədə düşünək. Gəlin bu barədə birlikdə düşünməyə vaxt ayıraq. Şənbə gününə riayət etsək, bərəkət alacağıq, elə deyilmi? Bu xeyir duanın nə qədər dəyərli olduğunu bilən varmı? Nemətin nə qədər böyük olacağını ifadə etmək üçün qollarınızı nə qədər geniş açsanız da, onun dəyərini tam qiymətləndirə bilməzsiniz. Gəlin bunu pul baxımından hesablayaq. Sizcə bunun dəyəri nə qədərdir? Bütün qəlbimiz, canımız və ağlımızla riayət etməyə çalışdığımız şənbə günü nə qədər dəyərlidir? 10 minlərlə maneəyə, böhtana və istehzaya baxmayaraq, bu şənbə gününü saxlamanın bir səbəbi olmalı deyilmi? Bəs 10 milyard dollar necə? Bəs 100 milyard necə? 100 milyarddan sonra nə gəlir? 1 trilyon. 1 trilyondan daha böyük nədir? Biz bu həqiqəti saxladığımız zaman cənnət səltənətində 10 trilyonlarla dollar dəyərində olacaq desək, dəyərin nə qədər böyük olduğu barədə təxmini fikir əldə edə bilərik. Halbuki bu yer üzündə 1 trilyon dolların dəyəri cənnətdə heç nədir. Bu qədər böyük dəyərə malik olduğundan, ilk kilsənin bütün müqəddəsləri şirlərə yem olsalar da imanlarını sona qədər saxlayırdılar. Bunu bu dövrdə yaşayan bizə çatdırmağa çalışdılar. Onun dəyəri hər hansı bir vahidə çevrilə bilməz. Bunda çox dərin məna var. Buna görə də Allah bu dəyərli yeni əhdi öz həyatı bahasına olsa belə, övladlarına bəxş etmək üçün hər cür səy göstərdi. Onun ruhani aləmdə belə böyük dəyəri var. Gəlin 2 Korinflilərə 4-cü fəsil 16-cı ayəyə baxaq. Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi gedər, görünməyənlərsə əbədidir. Şənbə gününün və Pasxa bayramının ruhani aləmdəki dəyərinə baxaraq, biz hər bir bayramı və yeni əhdin həqiqətini dəyərləndirməliyik. Biz belə düşünməliyik, Allah ən çox sevdiyi övladlarına bu həqiqəti vermək üçün qanını tökərək hətta ölüm həddinə qədər çox çalışdı. Biz bu mövzuda düşünməliyik. Müqəddəs kitab bizi onun dəyəri haqqında aydınladır. Görünən müvəqqətidir, görünməyən isə əbədidir. Sion həqiqətən də saysız hesabsız qiymətli xəzinələrlə doludur. Hər şey çox qiymətlidir. Hər şey şah əsəridir və heç bir şey dəyərsiz deyil.